Herkese salam dostlar. Bugün Mart ayının 22'si, Mart ayının son şənbə günü yer saatı günüdür. Yer saatı dünyada ətraf mühitə həsr olunmuş ən böyük hərəkət olaraq milyonlarla insanı iqlim dəyişikliklərlə mübarizəyə səfərbər edir. 2007-ci ildə Avstraliyanın Sidney şəhərində işıqların kütləvi söndürülməsi aksiyası ilə başlamış yer saatı kampaniyası dünyanın əksər ölkələrində minlərlə şəhərdə qeyd olunur. Hər il Mart ayının son şənbə günü qeyd olunan yer saatı aksiyası zamanı böyük şəhərlərin məşhur binalarının fasad işıqları yerli vaxta əsasən saat 20:30-da 1 saatlıq söndürülür. Hər il olduğu kimi bu ildə yer saatı zamanı milyonlarla insan planetimiz üçün və digər insanları iqlim böhranına qarşı maarifləndirmək üçün 190-dan çox ölkədə bir araya gəlib. Yer saatı aksiyası hər il bizim ölkədə də qeyd olunur. Və mən də hər il bu aksiyada iştirak edirəm və bu il bu videonu çəkmək istədim ki, insanlar bu aksiyadan xəbərdar olsun və dünyamız üçün fərqindəlik artsın. Saat artıq 20:29-dur və mən işıqları söndürürəm. Yer saatından xəbərdar oldunuzsa, artıq siz də hər il dünyamız üçün bu aksiyaya qoşula bilərsiniz. Amma çalışaq ki, üzərində olduğumuz dünyanı sadəcə bir gün, bir saatlıq deyil, bir ömür boyu qoruyaq. Bizdən sonra gələn nəsillər də təmiz, gözəl bir dünyaya göz açsın.